Tanınmış aktyor Vüsal Murtuzəliyevin səhhətində ciddi problem yaranıb. Bir neçə saat əvvəl aktyorun beyninə qan sızıb. O təcili olaraq xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Qeyd edək ki, Vüsal Murtuzəliyev əməkdar artist Dilarə Əliyevanın qardaşıdır. Əməkdar artist Dilarə Əliyeva təsirli paylaşımı ilə diqqət çəkib. O, sosial şəbəkə hesabında mərhum həyat yoldaşı və əməkdar incəsənət xadimi Oqtay Əliyevin fotosunu paylaşaraq onun ad günü olduğunu vurğulayıb. Aktrisa onu heç vaxt unutmayacağını açıqlayıb. "Bugün sənin doğum günündür. Sən bu dünyadan köçmüsən, amma hər gün, hər an bizimlə yaşayırsan. Vaxt keçir, illər ötür. Amma yoxluğun heç vaxt vərdiş etdiyimiz bir şey olmur. Sənin səsin, baxışların, zarafatların hamısı yaddaşımda canlıdır. Bəzən bir mahnı, bir səssizlik, bir qoxu sanki səni yenidən yanıma gətirir. Sənin varlığın həyatımın ən dəyərli parçalarından biri idi. İndi isə xatirələrinlə nəfəs alıram. Qəlbimdə daim bir yerin var və orada həmişə gülümsüyürsən. Ad günün mübarək Oqtay. Ruhun şad olsun. Bil ki, səni unutmuram. Unuda bilmərəm." Xatırladaq ki, Oqtay Əliyev 2023-cü ilin martında yolda avtomobil idarə edərkən qəzaya düşüb və vəfat edib. Hadisəyə səbəb Oqtay Əliyevin sükan arxasında qəfil ürək tutması nəticəsində idarə etməni itirməsi olub.